Çox adam mənə sual edirlər, Yahudilik nədir? Yahudilik millətmi? Millət adımı? Dil adımı? Din adımı? Belə sual edirlər. Mən onlara və sizə də öz fikrimi çatdırıram. Yahudilik millət adı deyil, dil adı deyil. Yahudilik din adıdır. Yahudi dindir, din. Və Yahudilik dininə sitayiş edənlər Musəvilərdir. Yəni bugün biz öyrəşmişik Yahudi milləti deməyə, amma əslində Yahudilik dindir. Və bu dinə sitayiş edən yalnız Musəvilərdir. Bizim ölkəmizdə də 50 min Musəvi milləti vardır. Dünyanın bir çox ölkələrində də ən azı 1 milyondan çox Musəvilər vardır. Hamısı da Yahudi dinin üstünlük görürlər. Müqəddəs kitablarda Tövratdır. Yəni bəziləri, çoxları bilmir. Çoxları bilmir ki, Yahudilik nə deməkdir. Mən bugün onu izah etdim. Yahudilik dindir.